soruşduq. Biraz formatı dəyişməyə qərar verdik. Necə? Smeşofa elədik birinci. Mən utdum, onu deyim. Siz onu görmədiniz, çox riskli oldu. Dedik, davay tez tak utdum. Qəpiyə atacaq. 3-dən olacaq. Azər atacaq. Ustamız atacaq daha doğrusu. Azər atacaq, Azər usta. Kim hansı tərəfi seçdi? 3 dəfə qalib gələn yaxşı bir maşından gedəcək. Gəlib oteldə qalacaq. Ondan sonra ən qəşəng yeməkləri yeyəcək. Yəni bir sözlə əziyyət çəkməyəcək. Digər tərəfsə standart zapı ilə gedəcək. Yeri gəlmişkən, yaxşı gedən 500 manat büdcəsi olacaq bir günlük rayonda. Uduzanınsa 50 manat büdcəsi olacaq. Benzini çıxmaq şərti ilə, benzin limitsiz. Benzin çıxmaq şərti ilə 50 manat zapı, çadır və yaxud da 500 manat yaxşı maşın və ev və yaxud da otel. Belə. Əlimdə mazut eyb yox, nəzərə alırlar. Xəritə sən tərəf olsun da. Xəritə mənim. Ay sağ ol. Pilləkəndə Zeynal. Pilləkəndə hə. Ya Allah, başlayaq. Qəpiyə tapsayın. 1, 2, 3. Hörmət verəcəm. Hə? Ya Allah. Yo, tulla da, tulla. Bunların əlimi üçün tutmadım. 1-1. 1-1 oldu. Sərsə. 2-1. 2-1. Uduram. Getdim zapı ilə. Aaa, 2-2. Sən axınca. Kimdə verəcək? Getdim zapı ilə. Mən oteldə qalacağım. Zapı ilə gedirəm. Çadırda qalacağım. Zeynal da harınlamış bir uşaq kimi. Başım belə. Oteldə qalacağım. Ən yaxşı yeməkləri yeyəcəm. İsti yerdə yatacağam. Ən yaxşı maşını İsti yerdə yatacağam. Düzdür, ən yaxşı maşını götürə bilməyəcəm, amma Yaxşı maşınla komfortla gedəcək və tez gedəcək. ən yaxşı maşın zapını deyirdim mən bu arada. Uşaqlar, hər kəsə salam, sabahınız xeyir. İmişliyə gedirik və mən bugün 50 manat büdcə ilə gedirəm. Yol üstü Zeynal'la görüşəcəyik. Çox pisəm, həqiqətən çox pisəm. Çünki gözləyirdim, mən gedim pulla, amma Zeynal getdim. Amma pis olmuruq yenə də. Zeynal özünə operator tutub. Belə də yəni, varlığa nədarlıq. Nəysə, yolda Zeynal'la görüşəcəyik. Retro yollara baxsınız. Çox maraqlı olacaq. İzləmədə qalın. Videonun da əvvəlində gördüyünüz kimi Azər usta püşkatdı və Sadıq zapı ilə çadırda, mən isə digər maşınla oteldə qalacağım. Bugün gedəcəyimiz şəhər isə İmişli şəhəridir. Getdik. İndi marketdən bir iki şey var, onları alaq. Zeynal'la görüşməyə gedirik. Baxacaq necə bizlə məzələnir. Zeynalı gözləyirik. Mən ondan tez gəlib çatdım zapı ilə. Lökbatanın dairəsindəyik. Zeynal özünə operator tutub yeri gəlmişkən. Pulu var çünki. Mənimsə əsas pul deyil. Mənimsə yaxşı iş yoldaşlarım var. Qarşılayın Mir İsmail. Mir İsmail bu gedişdə, İmişli gedişimizdə mənə dəstək olacaq. İstər çəkiliş baxımından, istər çadır qoruma baxımından, hər baxımdan. Buyurun Mir İsmail, nə demək istəyirsiniz izləyicilərə? Kanalı çevirməyin, reklamlardan sonra baxın. Elə bildim deyəcək, kanalı sevirim, baxmayın. Belə gözləyirik Zeynal gəlib çatsın. Yaxşı maşın sürməklə deyil, qaqa. Gələk sürən olasan. Bu Zeynal'ın operatoru. Zeynal'ın qəşəng operatoru var, mənim qəşəng iş yoldaşım var. Bu verilişdə Zeynal yaxşı bir büdcə ilə gedir, operator qardaşla gedir. Adın necə oldu? Kənan qardaşla gedir. Mən isə iş yoldaşım olan Mir İsmail'lə gedirəm. İş yoldaşlarımıza buradan salamlar. Gələn dəfə başqavız getmək istəsəz gələ bilərsiniz, problem yoxdur. Ola bilər ki, gələn dəfə mən yaxşı büdcə ilə gedim. Yəni ki, Mir İsmail sənin bəxtlərə də bu kişidən yeni, sana sağ olsun. Heç nə. 3 saatlıq yol göstərir, amma biraz yüngül var, mən tərəfə gəl, sən də düş. Qoy mən də düşüm. Düşməmişdir. Gör nə var? Düş. Davay. Davay. Hep bomba.
Mən elə demək istəmədim. Zeynal görürəm hələ ki, ümidvarım itirməyəcəm. Əmir İsmail gəlib çatdı. Tətbiq danışıla bilmədi. Tətbiq məqitəm. Bunlar da özlərini bizə oxşadırlar. Gəlirlər. Biz girdiyimiz maçda girirlər. Artist. Biz girdiyimiz maçda niyə girirsiniz? Sizin pulumuz çatar burada nəsə almağa? Niyə çatmır? 500 Azərbaycan manatı. İsmail bizim sən nə qədər büdcəmiz var? Təxmini 50 manat. Bravo. Düz. Nəsə gedək marketdən alış-veriş eləyək gələk. Uşaqlar, artıq 6 manatımız getdi. Çəklər buradadır. 44 manatımız qalıb. Biz həmişə kasıqların yanındayıq. Yalansa. Yalansa özü artistliyə qoyma. Nə aldınız? Onu da göstər də. Operatorun əlində olanı da göstər. Bunu sizə almışıq. Ha. Biz həmişə kasıbların yanındayıq, ona görə də uşaqlara ac qalmasınlar deyə ballı nəsə almışıq. Ballı sabra. Körələcəm. Bunu yaddan çıxarmayacağam. Gələn dəfə mən qəbiləyə pulla gedəndə yaxşı olacaq. Bizdə 6 manat elədi. 4 manatımız qaldı. Bizdə də 5-60 elədi. 490. 490. İşte. Adalətin bu mu dünya? Deməli uşaqlar, məsələ nədir? Çadırın peçi məndə, Sadığın baş fənəri məndə. Diyor getmə, getmə. Okey, baş fənəri Sadıq. Baş fənəri daha belə sana boy fənəri. Sıxa bilirsən. Okey, baş fənəri Sadığın özündə. Yo. Əgər məndən odun peçini istəyirsənsə, təbii ki, çatandan sonra verməyimi. Məndən pul istəsən, gələn dəfə Qəbələ də var da, Zeynal. Qəbələdə bilinmir hələ Azərbaycan. Gəlmişkən Qəbələyə gedəcəyik gələn dəfə. Artıq qərar vermişik. Gələn dəfə gedəndə elə ki, səni kölə eləməyim də özümə. 100 manat verim, nə istəyirəm elətdirməyim. Püş yatacağıq, Qəbələdə bilinmir ki, kim hara düşəcək. Deməli, çox demirəm. 44 manat büdcən qaldı, düzdür? Yazıq deyə. Bir İsmail'in baxışlarına var orada bir mən də buradayım. İsmail'in büdcəsi onsuz da ona daxil deyil. O sən ancaq Mənlə qalacaq da, o da pets lazımdı ona da. pes lazım ola bilər. Okey. Sən öz büdcəndən 4 manat oradan, 5 manat da oradan. 9 manat versən, odun pesi sənə veriləcək. Xeyr ola. Mən indi sənin qəşəng döyüb burada pesi götürə bilərəm. Lazım bu daha çox. Erkək şiddətə hayır. Əgər odun pesi istəyirsənsə 9 manat. Sən dürtün. Yox. Yemişdə söhbət eləyək. Yaxşı. Uşaqlar özünüz gördünüz yəqin ki, necə bomba operatorum var. Yatırdı qəşəngcənə, çox gözəl bir çəkiliş eləyir. Prosto yuxuda. Əslində yavaş getmirik, Mirib.
88 km saatdə. Yəni düşünürəm çox da yavaş bir sürət deyil. Yol 90-lıq yoldur. 88-dən gedirik tam qaydalarla. Saat 08:32-də səhv etmirəmsə, Hacıqabulda bir yerdə oturacağıq. Zeynal yəqin ki məndən qabaq çatacaq. Getsin çatsın, görək mən ondan nə qədər sonra gəlib çatacağam. Amma düşünürəm bu maksimum 10 dəqiqə fərq olacaq, maksimum. Çünki Zeynal yaxşı maşın sürmür. Zeynal sürə bilmir ümumiyyətlə, xamın biridir. Biz uje Hacıqabul rayonuna girdik. Sadıq ki, yəqin ki, hələ də ələtdə zadladılar. Yəqin biz gedib qabaqda restoranda gözləyəcəyik onları. Dedim maksimum 10 dəqiqə. Mən elə bil yolda yox sizə demədim. Yolda elə bil video çəkirdim. Dedim maksimum 10 dəqiqə fərqimiz olacaq. 7 dəqiqə. Bu oğlan sürən də yolda dedim sən utanmısan. Mən gedirəm səndən 1 saat tez çatacağam. Hərə. 90 ilə gedirəm. Sənin maşında 100 ilə gedir də. Yəni çox da fərq yox. Miri sabah. Qəşəng yatdın. Ha, polnu yuxumu aldım. Bundan sonra ümidvaram çəkəcək. Dərd çəkəcək burası. Sənə kim gəlirsə, səndən kim gəlirsə, keçən il Lənkəran videosunda da mən yatırdım. Hə, Zeynal deyir ki, mənlə bir stol oturma, mən qəşəng yeyib içəcəm. Sən, hədə indi şirniyyat zat, bahalı şirniyyatlar, mən qəndlə çay içəcəm. Miri, indi özün seç də, orada otur, yoxsa burada? Mən səndən aldım. Şö, getdik. Səni 8 mart münasibəti ilə təbrik edirəm. Düzü səni heç nə ala bilməmişəm. Ağlayır elə bil. Yaxşı da alacam da. Operatorlar maşallah olsun, yaman işləyirlər. Ha, belə öz aramızdır. Hə, Zeynal, mən çəkirəm, Zeynal danışır. Necədir, yaxşı gəzirsiniz, inşallah. Miri yatır elə də. Hoşum, sifarişi verdik biz. Çayla şokolad, Zeynal indi. Ondan sonra şirniyyatlar nədir? Hansılar? Türk paxlavası var ya. Hə, Türk paxlavası ilə verərsən. Sənin vicdanın necə əl verəcək ki, biz burada çayla plitka yeyirik, sən türk paxlavası yeyəsən. Görəsən də. Mənə sual versəz ki, pullu operatorla pulsuz operatorun fərqi nədir? Deyə budur. Biri bit yığır, həm də çəkiliş eləyir. Biri də adı boyu sıxıb. Deməyə sözüm yoxdur. Ancaq elə bil yatsızdırmaya gətirirəm adamı. Datlıydı paxlava Zeynal. Çox dadlıydı, çox. Alo. Görürsüz də mənim ürəyimə ona paxlava verdim yeməyə. Sabah bir gün ona çox pul düşəndə görək nə edəcək. Yalan deyil, əlimdən aldım. Paxlavanın ağzına aparırdı, aldım. Sabah xeyir. Sabahın xeyir. Şo, doydun? Hə, pol. 5-6 saat gedə bilərik rahat. Hoşum, 13 manat eləyir, 6.50 Zeynal atıram. Nə fərq oldu ki, mən kasıb, sən varlı. İkimiz də eyni hesab verib çıxıb gedirik. Axşam görəcəyik də. Yəni çox da şey eləmə. Ay! Nə çəksiz, hə? Ay, gözdə də qoy birinci mən gedim. Əllə daha yaxşıdır. Biz getdik. Siz də inşallah ayın axırına çatarsınız. Baxarız. Artist deyirlər də boş-boş. İndi biz onlardan tez çataq görsünlər. Yəni uşaqlar biz çay içdik, indi yollanırıq İmişli bazarına. Orada insanlara hədiyyələr paylanılacaq. Daha sonra biz Sadıqdan ayrılırıq. Biz gedirik özümüz İmişliyin gəzməyə. Onlar da hara gedirlər özləri biləcək. Şap şap şap.
Atımı gazı bezdim neyse Sıracak elinde oyuncak Bir gün kalacak Yiyesiz oyuncak Sıracak Başlayırıq İmişli bazarında oyunlarımıza. Oyunlarımız nədir? Suallar verəcəyik. Düzgün cavab verənə hədiyyələr Üç verəcəyik. sualın düzgün cavabını tapana sponsorlarımızdan hədiyyələr verəcəyik. Sponsorlarımız kimdir? Əlbəttə onlardan danışaq. Operator müəllim zəhmət olmasa yaxınlaşın. Tut Zeynal. Sponsorlarımız vitamin sokları, Moskovski Provansal mayonezləri, əlbəttə ki, Richard və Curtis çayları, Mişdə Xəzəki Doru günə baxan yağları və bum. Doyma kunu. Yəni ki, 3 suala düzgün cavab verənə bu komplekti hədiyyə verəcəyik. Başlayaq. Dolar ayının oynamağın görsünüzdür. Kalacak oyuncak Sınacak Kalacak oyuncak İlk iştirakçımızı söz də deyənmədim. İlk yarışmacımızı tapdıq. Adınız necə oldu müəllim? Ramiz Hacı. Ramiz Hacıyev. Ramiz dayı bugün bizim yarışımızda iştirak eləyəcək. 3 dənə sual verəcəyik. Suala düzgün cavab versəz, sumka sizindir. Sponsorlardan paket. Hazırıq. Bu maşına mı? Qoyun maşına da. O qədər əmin. Udacaqsınız. Çox. Başlayaq inşallah. Allah böyüdür. Birinci sual. Dünyanın ən böyük gölü hansıdır? Baykal, Tanganika, Xəzər. Baykal. Əminsiniz? 5-ə qədər sayım, dəqiq fikirləşin. Baykal diyelim. Baykal. Yaxınlar diyelim mi? Baykal gölü. Bir də deyirəm. Baykal, Tanganika, Xəzər. Dəniz deyirsən də sən. Bəli. Dəniz Xəzər olar da hər halda. Böyük dəniz Xəzər olar. Ola bilsin mən sizi çaşdırıram. Taşlı da yaxlı yox. Sımka maşındadır. Sumkam yox, getdi o sumka. Görməyəcəyik. Dəniz Xəzər olsun ya. Xəzər. Hə. Ha? Xəzər. Yox, bir dəqiqə, heç kim çaşdırmasın. Xəzər, Baykal, heç kimə qulaq asmayın. Özünüz nə bilirsiniz Olsun onu. Baykal yaxşı. Baykal? Baykal. Təəssüflər olsun ki, səhv cavab Xəzər dənizi göl dəslində yaranışsa dünyanın ən böyük gölüdür. Alınmadı. Xəzər dedim də. Baykal dedim. Bildim də Xəzərdir. Baykal ən dərindir. Biz ən böyüyünü deyirik. Kim çaşdırdı? Kim çaşdırdı? Ha, kalam yap bura. Təəssüflər Ramiz dayı, canımız sağ olsun. Amma biz sizə bir dənə hədiyyə gətirəcəyik, çay gətirib sizə hədiyyə verəcəyik. Problem yoxdur. Sımkan maşına, sen değerim bak. Sen şemkirli olmam sanki. Yox, yox. Vallahi sen dedim ben. Sen şemkirli olmuşsan. Yox, olmaz. Sen köre demişim ben şemkirde. Yox. Yalan diyor. Səhv salsın. Allah sen bak şimdi. Ha sen ödün. Tanrısı sen ödün. Şemkirde. Hə. Yazma sal yine. Yox, Şəmşirdə ümumiyyətlə Salamın düğünde. Şəmkirin özündə olmamışam. Oynatı olmam. Olmamışam. İkinci yarışmacımızı tapdıq. Yenə söz deyəmirdim. Şişik belə qalmışdım. İkinci yarışmacımızı tapdıq. Danışa bilmirəm. Bir nəsə olub mənim. Adınız necə oldu? Samir. Samir bəy, çox gözəl. Samir bəy, 3 dənə sual verdik. Üçünə də düzgün cavab verə bilsəz, sizə sponsorlarımızdan hədiyyə verəcəyik. Bu hədiyyə də nədir? Yağ, un, çay, mayonez, sok. Yəni bu paket bayramlıq paket deyək buna. Sizə hədiyyə verəcəyik. Hazırıq, başlayaq. Başlayaq. Bu hündürlüklərdən Şağdağ daha çox hündürdür, yoxsa Camalungma zirvəsi? Hansı daha hündürdür? Yox, birinciyə kömək eləyə bilməzsiniz, amma üçüncü suala kömək eləyə bilərsiniz. Hansı? İkinci Camalungma. Axırıncı cavabınız budur, axırıncı son düzdür, düzgün cavablandırdınız. Birinci sualı keçdiniz. Keçirik indi ikinci suala. Dünyanın ən uzun çayı hansıdır? Nil, Amazon, Kür çayı. Nil. Kömək eləməyə. Kömək eləməyə. Bilirəm də Nildir. Nildir, Bəli. dəqiq. Bəli. Bəlkə Amazondur.
Yo, Nil olacaq. Ən uzun çay Nildir. Ən uzun çay Nildir. Nildir. Düzgün cavablandırdınız. İkinci sualda düzdür. Keçirik üçüncü suala. Bir nəfər kömək eləyə bilər. Bir nəfər. Siz kömək eləyəcəksiniz. Diğer günlere bakın. Ha. Avropa və Asiyanı iki yerə bölən şəhər hansıdır? Moskva, New York, İstanbul. Avropanın Asiyanı. Hə. Yo, New York. İstanbul. İstanbul, Moskva, New York. Cavab verin. Hərə bir şey deyir. Biri Moskva deyir, biri New York deyir, biri İstanbul deyir. Cavab verin. 5. İstanbul. Məndə. Dəqiq. Bəlkə Moskvadır. Yo, Moskva deyil. 100%. Təəssüflər olsun. Demək istəyərdim, amma düz cavab verdiniz. Üçüncü suala da hədiyyə sizindir sponsorlarımızdan. Bir dənə alqışlaya bilsək əla olar. Çox, bravo. Sponsorlarımızdan sizə hədiyyə. Buyurun. Bayramımız mübarək, gələcək bayramımız Novruz bayramı inşallah mübarək olsun. Hamısını öpdü. Halal hoşunuz, gününüz uğurlu keçsin. Üçüncü yarışmacını tapdıq. Adınız necə oldu? Rüfət. Rüfət bəy. Çox. İmişlidə şəkər zavod neçənci ildə istifadəyə verilib? 2005, 2006, 2009. 2005-ci ildə. Əminik? Əmin. Bəlkə 2006-dır? 2005. Dəqiq? Dəqiq 100%. Təəssüflər olsun. Səhv cavabdır. 2006-cı ildə istifadəyə verilib. Mən sizə kömək eləməyə də çalışdım, amma canınız sağ olsun. Şans yox. Şans yox. Can, çək bura. Çək, qardaş çək. Çəksən. Çəksən Niyamət. Olun yanında. Uşaqlar, İmişli bazarına gəlsəz, burada bir qardaş var, çox ləzzətli qoz satır. Adı da Caviddir. Cavid qardaşım bu qozları çox ləzzətlidir, çox yaxşıdır. Cavid qardaşın satdığı qozlar çox dadlıdır, çox ləzzətlidir. İmişli bazarına gəlsəz, İmişli molun yanında gəlib burada mütləq alın dadına baxın. Əmə özü təqdim elə zəhmət olmasa. Musayev Sağavet Telman İmişli'nin şaveler geldi. Sağavət əmi 3 dənə sual verəcəyik sizə. 3 dənə sualın üçünü də bilsəz əgər, onda siz burada bu komplekti qazanacaqsınız. Burada hansı ki var? Mayonez, un, çay, yağ və sok, vitamin sokları. Sual belədir. Hazırsınız? Hansı Azərbaycan şəhərinin adı quş adı ilə bağlıdır? Ucar, Tovuz, Lənkəran. Tovuz. Son qərarınızı? Bəli. Tovuz düzgün cavabdır. Birinci sual keçdiniz. Birinci sual keçdiniz, qaldı 2 sualımız. İmişli rayonunun əvvəlki adı nə olub? Qaraqoyunlu, Qaradonlu, Ağqoyunlu. Karadonlu. Qaradonlu, Karadonlu. dəqiq. Bəli. Düzgün cavabdır. Təbrik edirik əmi, 2 suala cavab verdi. Bu şəhərlərdən hansı Çinə aiddir? Kütahya. Kütahya. Osaka, Şanxay, Seul. Şanghay. Dəqiq. Bəlkə Seuldur. Şanghay. Şanghay. Son qərarınızdır. Həmin təbrik edirik. Alqışlayan zəhmət olmasa. Həmin sponsorlardan bu hədiyyəni qazandı. Oyunumuzu oynadıq. Hədiyyələrimizi payladıq. Kişni şüyütümüzü aldıq. Qoz yedik. Saat qardaşın Satdığı- təqdimatını elədik. fındıq və qoz məhsullarından tükətdik. Bəli. Davam edirik. Daha doğrusu hərə ayrı davam edirik. Burada birləşmişdik. Yollar bizi Buradan sonra- ayrı sal. Ayrılırıq. Zeynal öz gözündən göstərəcək İmişli şəhərini. Biz isə öz gözümüzdən. Bizim 38 manat pulumuz qalıb. Zeynal sizin nə qədər pulunuz qalıb? 480 manat civarı. Salam. Miriyə görə. Salam. Necəsən? görə vermirəm. Miriyə Yaxşı. Necədir? Bəyənirsən bizi? Hə. Verilişimizə baxsan. Harda baxırsan? Harda bax? Hardan baxırsan? Hasan baxmırsan. Nə edirik biz? Çəkir-çəkirsiz hədiyyələr verirsiniz. Başqa nə edirik? Başqa. Nə harda yaşayırıq biz? Bir videosu qabağımız. Hə, o videoda görsən. Adalətin bu mu dünya? Zaraf deyirik. Vur bura. Şah.
Ay qədər. Tək görünmür onu. Qaçdı. Ay buradaymış. Davay. Deməli, belə bir otağımız var. Bura hamam tualet böyük ehtimal çək kənan istəyirsən. Burada şkaf. Otel yaxşıdır, pis deyil. Rayon yerində nəzərə alsaq normal oteldir. Sadəcə olaraq bəzi mənfi cəhətləri var. Məsəl üçün burada xaladenik gözləyirdim olsun. Otaqda xaladenik yoxdur. Ondan sonra bizi qarşılayanda heç kəs qalxmadı otağın yeri bizə göstərmədi. Və s. və ilə axır. Amma belə normalda İTOQ-da normal oteldir. İndi isə biraz çörək yeyək. Daha sonra şəhəri gezəcəyik, maraqlı epizodları sizə göstərəcəyik. Abid eləməyə qərar verdik və ucuz, dadlı nə ola bilər düşündük. Dönər. Geri dönər yeməyə. 37 manat büdcəmiz qalıb, əslində 44 idi. Zeynal məndən 8 istəyirdi. Mən orada yadımızda çay içdi, hesab gəldi. Zeynal dedim, sən ver, mən sənin kartı atıram. Atmadım. Sonra indi bunu atdım. Odun peçində verəcək. Normal gedək yeyək. Məncə bəs eləyər büdcə. Dönər nə qədər olacaq ki, 2 nəfər ayranla zaten 10 manat olsun maksimum. 20 neçə manat qalacaq, 28 manat qalsa axşama bir yüngül bazarlıq eləyərik. Yaxşı olacaq. Getdik. Səncə Zeynalgil nə yeyirlər? Biz понятия, nəyin ki, onlar bir restorana gedib nəsə bir şey pişirmişlər. Təsəvvürlə. Qəşəng, şah plov zat, nə bilim. İmişli qovurması. Doğrudan büdcəmiz satsa imişli qovurması. Bütün günü imişli qovurması deyirdilər. Elə hoşuma onu gediblər. Biz də dönər yeyəcəyik. Deməli uşaqlar, biz bu gün varlıyıq da bilirsiniz. Ona görə də gəldik Sakit Göl adlanan bir dənə məkana. Burada oturaq çörək yeyək. Düzdür, biraz girəndə çətinlik çəkdik. Çünki 8 martdır, klient çoxdur, rezervdir. Biz 1 saatlıq deyə oturub çörək yeyib çıxırıq. Qəşəng Sakit Göldür, qəşəng mənzərəsi var. Mənzərəm sənsən, Murat. Nuş olsun bir İsmail. Tatlıdır. Söz deməli desiniz. Zeynal, sən 100% indi orada qəşəng yeməklər yeyirsən. Amma biz də geri qalmırıq. Bugün də yemək dadlıdır. Bəli. Sinacak. Neyi olmasa da yatmağın arası zor. Yeməyimizi yedik, doyduq. Doydun biri? Əla. İndi gedirik növbəti gəzməli yerlərə. İmişli cəmaatından elə bazardaca soruşduq ki, İmişlidə birinci dəfə gəlmişik. Nə edə bilərik ki, vaxtımız maraqlı keçsin? Yəni maraqlı yerlər soruşduq bir sözlə desək, haranı gəzə bilərik. Bir neçə yerlər saydılar. Birinci buradan başlayırıq. Asan Xidməti, İmişli Asan Xidmətin parkı var. Asan Park. Deyirlər çox gözəl parkdır, palıd ağacları falan çoxlu. Gedək baxa görək nələr var. Getdik. Boşum, kassa var, nəyinsə kassasıdır. Mən çək, mən çək. Zeynal neydir görəsən? Hə, boşum, kassa var, nəyinsə kassasıdır bura. Yəqin ki, içəridə atraksiyonlar var, onun bilet almaq üçün falan. Girişi möhtəşəmdir. Çox gözəl girişi var, maraqlıdır. Gedək baxaq görək başqa nələr var. Nə var? Paintball yoxşu, doğrudan. Bu maraqlıdır, paintball oynayardım amma. Paintball işləsə çox zor olar ha. Zeynal gili çağırarıq, duel, şota. Düzdür, pulumuz çatmayacaq. Orada hesabımız dönərdə, gəlmişən demədik onu. 12 manat hesabımız çıxdı. 37 manat pulumuz var idi, 12 manat ona 25 manat pulumuz qalıb hazırda. 25 manatımız gedib. Yox, işte. Amma orada bir deşik var, baxmaq olar orada məncə. Oy qəşəng, düzdür, balacadır. Balacadır düzdür. Amma maraqlıdır. Relax bir parkdır da, bildiniz necə?
ləzzət eləyir. Ağaclar, palıd ağacları, insan azdır ümumiyyətlə. Belə deyim də, sakit bir gəzinti eləmək istəyirsinizsə, gəlib burada rahat gəzə bilərsiniz. Yəni, pulunuz azdırsa gəlin bura. Başqa nə deyim? Düz inanmıram Zeynal belə maraqlı bir şey tapıb. Vertolyotla zatla uçur. Mənə çəksən? Hə. Vertolyotla zatla uçur. Amma ən azından oteldədir, kravatın üstündə rahat uzanıb düşünürəm. Gəl. Oturmuşuq parkda. Pul olmayanda belə olur da, nə qara. İstirahət eləyə bilsəmir. Normal oldu xeyr. Şəhərin səs-küyündən burada dincəlirik. Sakitlik. Amma doğrudan çox sakitçilik idi, yəni. O qədər sakitçilik idi ki, adam belə dincəlir da, yəni. Asan Parkı gəzdik, indi isə gedirik daha bir maraqlı bir yerə. Sakit Göl adında. Dedilər, yerli cəmaət dedi ki, çox gözəl bir yerdir, göl falan, restoran. Mən yəni, əminəm ki, Zeynal ya orada yemək yeyir, ya da otelin öz restoranında. Əminəm da buna. Harınlayıb da, bildin nədir? Şahpulovdan zatdan, kababdan, bastırmadan zatdan orada yeyir. Biz isə Fərhadın köz dönərindəydik. Cavad bəyin satdığı qoz fındıq məhsulları elə bil. Bu da Fərhadın köz dönəri. Uşaqlar gördüyünüz kimi sakitçilikdir. Çünki biz Sakit Göldəyik. Maraqlıdır Sakit Göl və uzaqdan bəli, pulla kameraman tutanda belə olur. Hə, pulla kameraman tutanda belə olur. Oradan uzaqdan kadr tapıb mənə deyir, bəs sən buradan danış, mən oradan kamera ilə çəkəcəm səni. Yəni belə. İndi sağı solu istəyirsən çək, maraqlı görüntülərlə. İnanın səmimiyyətimə görməmişəm, təxmin edirəm. Mən bizim zapının səsini, yəni yuxuda belə olsam gecə saat 4-də, 5-də oyanıb bilərəm ki, gələn bizim zapıdır. Hələ ki görməmişəm. Gör olardı Kənan. Kənan da durub axtarırdı, tapa bilmirdi. O, buradan mən gördüm. Gəliblər, belə bir bizi güdürlər. Mir İsmail, sənə nə dedim? Dedim ki, gedəcəyik ya orada ya oteldədir. Harınlamışların maşını buradadır. Göstərəcəyində. Bizə demişlər, bura park fason bir yerdir. Yanında restoranlar da var. Əslində restoran özü də. Yəni park deyil. Restorandır, gölün içindədir. Maraqlı bir yerdir. Sakit Göldadır. Boşum, harınlamışlar. Buradadır. Maşınlar buradadır. Gördüm maşınlarını. Gedək. Dedilər ki, burada otururlar. Harınlamışlar. Döymək istəyim, sonra dedim döyməyim. Nə ağarsınız burada? Nə ağarsınız burada? Mən denən. Kasıbsınız, gedin kasıbsınız. Biz bura gəzməyə gəlmişik. Gedin gəzin də, bu burada... Nə buram müdürü? Bizim komfort zonumuzdan xahiş edirəm, çıxır. Bizə dedilər, burada gəzməyə yer var. Burada deyil də, çöldədir. Nə yiyirsiniz? Siz yemədiyik bizdən. Biz Fərhad Ustan köz dönərik. Sən Cavid bəyin. Hə, dadlıdır. Çox dedim sən. Bizim pulumuzla çay niyə içirsən? Və pulun yoxdur, nəyə gəlirsən imişliyə? Bacarına can vurub. 7 manat atdım sənə. Mən bildim 60-am onu sənə, yəni kartı var, elə bilirdim. Atmısan buranı. 60-am belə. 7 manat atdım sənə. İndi çayımı da içirəm. Hələ əcəb eləyirəm. Sonra axşam biz çadırda qalacağıq qardaş. Nə olur ki, çadırda qalanda? Daha rahat. Dedim işlə nə edə bilərsən? Öyle şey yox, əyləncə yox. Uşaqlar hamama gedəcəm bu arada imişlidə. Amma o çadırda uzanıb yatacaq. Tansan heç. Uşaqlar yedi içdik.
kasıbları da qovduq burdan. Dedik, çıxın gedin, çay verdik sizə. Yemək verməyəcəyik, amma bir stəkan hərəsindən çay verdik. Siz çıxın gedin, biriniz yatın, biriniz də video çəkin. Neysə. Burada da bizim hesab gəldi çıxdı 55 manat. Mən bayaq unutmuşam, 50 manat da operatora pul vermişəm. Sadıq da mənə bayaq dirəşdi ki, yox sən onu 500 manatdan saymalısan. Mən o əslində 500 manatdan saymırdım. Hə, 50 manat da operatora, 380 idi, 50 çıxanda 330, 55 manat da burada çıxdı. Harasa 275 manat bizim pulumuz qalıb. İndi o 275 manatını da belə başını əzməyə yer axtarırıq. Uşaqlar Sakit Göldən çıxdıq. Zeynal gili tək buraxdıq. Artıq gedirik marketə, marketdən alış-verişimizi eləyək. Ondan sonra gedirik kempinq ərazimizə çadır qurmağa. Girdik marketə. Bu bazarlığımız çox qısa olacaq, çünki çox az bir şey alacağıq. Evdən vermişik götürmüşəm, biraz şey elədim. Ekonomiya elədim. Su alacağıq, bir də saçka alacağıq. Çox vermişik, sousumuz da var. Uşaqlar, deməli burada bir dənə təndirxana tapdıq. Mən ağlıma belə bir fikir gəldi. Mən onlara təklif eləyəcəm ki, onlara doyma kunu verim və onlardan qarşılığında təndir çörək istəyim. Görək onlar nə reaksiya verəcəklər. Salam aleyküm qardaş. Hər vaxtınız xeyir, çox sağ olun, təşəkkür. Abi belə bir şey var. Biz sizə doyma kununu versək, siz bizə qarşılığında bir dənə təndir çörək verərsiniz. Buyurun. Təşəkkür edirəm, çox sağ olun. Gördüyünüz kimi biz doyma kununu verdik, qarşılığında təndir çörəyi götürdük. Ən maraqlısı bizdədir. Yer axtarırıq, harda qalaq. Odun axtarırıq, tapa bilmirik. Zeynal Gil yəqin istirahət edir, biz odun axtarırıq, heç yerdə tapa bilmirik. Necə olacaq? Heç nə, gecə üşüyəcəyik. Görək. Uşaqlar, odun tapa bilmədik, izolyasiya aldıq. Görək kömək eləyəcəkmi? Gedik meşəyə, görək orada quru taxta falan, quru ağac nəsə tapa biləcəkmi? Tapa bilməsək də bu gün petsiz, məcbur. Əynimizi qalın geyinəcəyik. Getdik kempinq ərazisinə. Zeynal Gil yəqin rahatdırlar. Mənim əlimdə əlcəyi var, bilyard əlcəyi. Çünki mən Bakıda da standart bilyard oynamağa gedirəm. Burada da bilyard tapmışam. Bu İmişli İdman Olimpiya kompleksindədir. Sadıq siz çadırda ölün. Düzdür, burada rus bilyardıdır, amma yəni onu oynaya bilmirəm. Yəni də oynamağa çalışacağam. Ondan əlavə də stolsuz tenis var. İzləmədə qalın. Budur, kempinq yerimiz bura olacaq. Şahverdi meşəsi. Xoşbəxtsən? Super, əla yer. Qəşəng meşədir. Zapımız, çadırımız, peçimiz falan, izolyasiyamız və s. Yəni belə. Çadırımızı quraq, sonra davam eləyərik. İsmail, tapa bilsən bir şey? Hə, tapıram. Oo, nə qəşəng fanarım var. Dəlid də. Zeynal Gil neyini görəsən? Zəng eləyəcək. Sən vurarıq indi.
de buradan bir tapsın. Qəşəng. Bu köməklə sən götür. Bunu mən götürüm. Oba! Götürdüm. Gel. O kameranın şeylerden de göre. What? Söz. Aman. Çadırımız. Of. Bizim çadır fosforludur ki. Bunu ben indi görürüm. Oba. İsmail. Odumuz necədir? Qəşəng. Tam doldurduq neçə. Yəqin ki, xeyli vaxt çəkəcək yanmağı. İsti saxlayır. Yəni baxaq. Bax, qəşəngdir, bu da oldu. Ay gözəl, ay gözəl, ay gözəl. Super. Çadırımız demək olar ki, hazırdır uşaqlar. Az qalıb. Kravatımız hazır. Stolları çölə qoyduq. Çöldə qəşəng yemək, çay eləyəcəyik. Hava bombadır. Super də var. Mirin bəxtindəndir bu. 2 dəfə biz gəlmişik, donduq soyuqdan. Mirin bəxtindən super havadır. Əsl kempinq havasıdır. Kempingi sevən bir adam kimi demirik. Tam yəni vaxtına gəldik. Uşaqlar, bu cür şərait mən inanmıram ki, Zeynalda var. Görün nə qəşəngdir. Super. Nasıl doldurasın? Ha, bura boşluk kaptı. Bomba. Atayım mı? Taktı. Zeynal'ın belə şəraiti var görəsən. Hə? Zeynal'ın belə şəraiti var. Tut ye, tut. Tut ye. Ну, я думаю, он нам пока что не нужен. Abi de burada hala şey qalıb ha, odun. Hə, Zeynal, səndə belə qab var, amma bizdə var. Yəni bunu tutuzdurum. Oyda əlimin sağlam olmağı necə bomba şeydir. Allah haqqı. Əlim yaxşıdır. Yaxşı olsun tək ki, başqa cür olmasın. Mən istirahət edirəm, mən yana rahat edirəm. Çadırı qurmuşuq qəşəng şəraitimizi qurmuşuq. Yemək pişirdik. Bilirsiniz hara gedirik? Hamama. Getdik. Görün nəyim var mənim. Zeynal səndə yox da. Oğlum necə bomba söhbətdir. Saçkalarımız hazır. Birazdan nəyi pişirəcəyik? Makaronumuzu. Özü də doymaq. Doymaq. Sosumuzu hazırlayırıq uşaqlar. Makaron və saçkamız üçün sosumuzu hazırlayırıq. Çilin tökdük. Mayonezimiz də əlbəttə ki, Moskovski Provençal. Я люблю готовить. Sonra çay içəcəyik. Hansı çay? Richard çaylarından. Yağda hansı yağ istifadə edirik? Vermişik üçün, hə? Mişlaxacaq. Bəli, düzdür. Çaşıb Zeynal deyəcəkdim. O qədər öyrəşmişəm ki. Mişlaxacaq yağları. Düzdür. Bəs sokumuz nə olacaq? Vitamin. Üf. Nasıl olsun? İndi isə çayımızı içək. Restoran yanında olduğumuza görə sağ olsunlar, çay gətirdilər. Sabah bu restoranın adını da deyəcəm sizə. İmişliyə gəlsəz, gəlib burada rahat kempinq eləyə bilərsiniz. Çox gözəldir. Meşəlikdir həm yola yaxındır, yaşayış yeridir. Yəni superdir. Bir sözlə superdir. Qəşəng çayımızı içək. Sonra bala başlayacağıq yuxulamağa. Uşaqlar, yeməkdən sonra gecə gəzintisinə çıxmışıq. Harasa boş yoldur, fanarda tuturam. Işıq düşmür yəqin ki. Boşam. Gəzirik, biraz həzm edirik yediklərimizi. Zeynalcı 100% adı boy sıxıblar, yatıblar oteldə. Biz qəşəng gəzirik amma. Sadıq, sən buna görə məni qısqanacaqsan. Amma mən getdim silməyə.
Bu da gəlsin çadırda qalanlara. Vəziyyət pis. Yaxşı ki oyandıq. Çadırımız yanır. Yaxşı ki oyandıq. Boğulmaqdan oyandıq ki, boğuluruq. Vəziyyət pis. Ca alta töküm bunun altına. Yaxşı, bəs çox eləmə, çox eləmə. Yem suyu doldurum mu? Hə. Doldura bilərsin, yem doldurun. Çadırımız da cırıldı, xeyirli olsun. Harası zırıldı? Deyək altı. Altı heç bir şey olmaz. Of. Uşaqlar, sabahınız xeyir. İsmail durub, məndən qabaq. Çadırın vəziyyəti bu gündədir. Gecə gördünüz nələr oldu. Dururuq saat 8-dir. Uşaqlar, ikinci gündür biz oteldəyik. Axşam hamamdaydıq gördüyünüz kimi, yəni videolarda da var. Mənim hardasa 100 manata yaxın pulum qaldı. Hamamda biraz pul çox xərclədik. İndi də Sadıq mənə zəng eləyib. Çadırı yandırıblar. Nə bilim əski al, salfetka al, bunu al, onu al. Mənsiz heç nə bacarmırlar. Yəni Sadıq mənsiz ümumiyyətcə heç nədir də. Yəni bir gün mən olmadım. Deyib çadırı yandırıblar. Nə ediblər qardaş bilmirəm. Mən indi bundan sonra da biz püş yatsaq, mənə yenə otel düşsə, mən gedim Sadıq üçün çadır qurum, sonra çıxım gəlim otelə. Belə şey olar. Bu yaşamaqdır. İsmail yoxşur yavaş-yavaş. İsmail necə bir gecə oldu? İnanılmaz. Pis. İnanılmaz bir gecə. Hoşum çadırımız da yandı. Bir də göstərək sizə. Ora yanan hissəsidir. Bura palçıqdır çünki su tökmüşük sönsün deyə təmizləyəcəyik. Belə saxlaya bilmərik. Çox pisdir demişik. Polazı falan. Hoşum tapıb təmizləyəcəyik bura. Burada yatdıq. Çox pis. Səhər tezdən çaqqallar gəldi. Düz yanımızda başladılar ulaşmağa. O bir qırağa. Səhər adətən rayonlarda istəyirsən ki, qəşəng belə nəğməli quş səsləri eşidəsən. Bizdə qarğalar idi. Bütün belə. Hoşum özdə çox dəhşət çox qarğa var idi. Həddindən artıq çox. Və əlbəttə ki, səhər duranda çayımız Körçüz çayı. Deməli, yekun nəticə. Nə qədər pul xərclədik? Marketdə 6 manat. Ondan sonra çay içdik. Orada Zeynala atdıq pulu. Hoşum ekstra bir şey idi. 6 manat orada. 44 manatımız qalmışdı. 44 manatdan dönər yedik. 12 manat elədi. Qaldı deməli 32 manat. 32 manatdan nə elədik? Alışveriş elədik. Alışverişimiz tutdu hardasa 18 manat. Bu pendir, saçka və s. Bunlar 18 manat tutdu. Bizim qaldı 14 manat pulumuz. Düzdür, başqa nəsə xərcləməmişik. Başqa heç nə. Bir də şeyə, izolyasiyaya 4 manat yəni. Hə. O şimdi 4 manat deyək də, onda 10 manat. Yəni 40 manatla, indi benzin saymayaq da, 40 manatla rahat gəlib gördüyünüz kimi istirahət eləyə bilərsiniz. Yoxsa Zeynal kimi. Uşaqlar gedirik bu yetim yesirlərin yanına. Görə çadırın harasını yandırıblar, nə eləyiblər, necə eləyiblər, necə bacarıblar. Necəsiz? Düş, Niyamətin, düş. Çəksən Niyamətin. Düş gəl. Deyirəm. Bir dəqiqə, deyirəm. Yaxşı ki, burada yazıblar ki, yanğına səbəb olmayaq. Yazmasaydılar, o şu meşəni yandırardınız. Göre bunlar nəyi yandırıblar?
Uyda. Sən boynumu alırsan mənsiz heç kimsən. Sualı mən sənə verməliyəm, ya 10 deyirsən, yoxsa necə? Yox, mən sənə sual verirəm ki, sən boynumu dəri gilasının altında. Yaxşı təmizlə. Yaxşı təmizləsən, sənə pomidor yumurtamızdan verəcəm. Sən qalma da çadırda. Sən çadırda qaldın var ha. Səni necə lazımdır aşağılamaq üçün türklər demişkən. Azərbaycan dilində nədir o bizim? Alçaltmaq. Alçaltmaq üçün əlimdən gələni eləyəcəm. Əmin ol. Əmin ol. Oranı yaxşı təmizləsən, gələn dəfə mən təmiz çadıra girim də, sənə pomidor yumurtamızdan verəcəm. Verilişimizin sponsorlarından biri də Mesle Xazayki Duru Günəbaxan yağlarıdır. Yer gəlmişkən biz pomidor yumurta sifariş eləmişik. Gedim qardaşa deyim ki, bu yağla düzəltsin. Çünki bu yağla daha dadlı olur. Deməli uşaqlar, bizim pomidor yumurtamız gəldi. Altında da bişir hələ də közlə bir yerdə. Yanacaq məndə. Məncə də yanacaq, amma digəri yığışdırır. Bir dənə zəhmət olmasa o kasıbı sey. Siz bura heç nədə pul vermədiniz də. Saçqan da sizin üçün qaynadırlar, neynirlər. Hə, çay almışlar, o çay alıblar. Özü şokoladla çay alıblar. Şokoladın da yarısını saxlayıblar burada. Ancaq yox. Götür. Uşaqlar, bugünkü video bura qədər idi. Bugünkü verilişimiz bura qədər idi. Zeynal bugün yox, bu veriliş yaxşı yaşadı, oteldə qaldı, əyləndi, elədi. Operator, söndür da onu. Hə. Telefonları səssiz alın, maşallah. Hə, neysə. Əyləndi məncə düşünürəm. O hələ montajda görəcək necə əylənib. Mən burada yaşadım, gördünüz nələr gəldi başımıza. Hələ 1-2 dənə kadrı çəkənmədik. Çaqqal düz yanımızda olanda, nə bilim qarğalar hücum eləyəndə bizə zadı belə də, nə bilim Spartalılar gəldi. Belə nə baxsın. Hoşum, bugünlük bu qədər. Retro yollara baxırdınız. Zeynal 500 manat büdcə ilə, mən 50 manat büdcə ilə gəlmişdim. Verilişin sonunda gələn rayona kimin varlı, kimin kasıb gedəcəyinə qərar verəcəyik bu qəpi ilə. Yox, 3 dənədən. Kim hansı tərəfdir? Kənan. Tərəfə Zeynal. Aha. Digər tərəf mən. Yox, hazırıq. Şot 3-dəndir. Mən inanıram ki, mən yenə. Fokus elədi. Gələn belli olmayacaq uşaqlar. Buradadır. Bildiğin Fox buradan çıktı. Nə düşdüm, mən düşdüm. Qəşəng. Məsələn, səylə şey oldu. Belə davam edelim. Davay. 1, 2, 3. Çox, tələsmə. Bəli, mən bir sur öndəyəm. 1-1. 2-1. 2-2. Yəni eyni sənə təşəkkürlər. Eyni sənə təşəkkürlər. Hazırıq. Üçü. Üçü. Yes. Gələn dəfə mən pulla gedirəm. O çadırda qalır. İndidən gir öyrəşsən. Mən kağızla gedirəm, Mən pulla gedirəm. Mən bugünkü nə idi o? Yarışmamı, etiraz edirəm. estafetimi sənə ötürürəm. Buyur Zeynal. Mən getdim. Pul yeməyə. Duygularım darmadan anlayamazsın. Çadırı yandırmış, xahiş edirəm, düzəldin elə təhvil verin mən. Mən istəmirəm belə.
Bilirsiniz nə oldu? Yolda qaldıq. Evakuator çağırdıq. Bakıya çatdı. Bu dəfə Bakıya çatdırmadı bizi. Çatdı. Hardasa bir 30 kilometr yol qalmış. Yolda qaldıq. Azər usta, sağ olsun. Səs gəlirmi bilmirəm, sağ olsun. Köməyimizə yetişdi yenə. Evakuator atmin elədik. Azər usta özü gəldi. Bu da Azər ustanın zapısı. Bu bizim zapı. Gəlib düzəltməyə. Boşun proses gedir. Azər usta düzəldəcək indi. Zeynal adam yaxşı. Nə? Zeynal. Zeynal evdir. Sağ ol da, qəpiyi attın uddu axı. Indi başqa Ev yox, gələn dəfə mən udmuşam. Orada qəpiyi atdıq ucu. Uşaqlar, kimin Vaz markasında, Jiguli markasında, ondan sonra Zapı, kimin nə maşın var, Azər ustanın yanına, yəni can rahatçılığından gələ bilər. Belə usta çox redki tapılır, biləsiniz. Azər usta yarıtdı. Motorunu işləyir. Gözəl. Sinacak